Dostlar salam. Bugün sizə kombi üçün maqnitli filtr göstərmək istəyirəm. Filtr bu cür görsənir. Kranın yerini dəyişmək olar və burada giriş-çıxışın fərqi yoxdur. Bu hissədə drenaj yeri var. Filtri buradan boşalda bilərsiniz. Filtrin adi kombinin altında qoyulan filtrlardan üstünlüyü ondan ibarətdir ki, bu filtrin həcmi çox böyükdür və sizin filtrlarınız tez-tez tutulursa, bu filtr o qədər tez tutulmayacaq. Əlavə olaraq filtrin daxilində maqnit var. Maqnit də suda olan bütün maqnitsit metal qırıntılarını öz üzərinə toplayaraq suyu daha təmiz edir və beləliklə də sistemi və kombinin özünü qorumuş olur. Filtrin daxilində paslanmaz poladdan metalik tor mövcuddur və kolbanın daxilində maqnit. Filtrin maksimal iş temperaturu 90 dərəcə, maksimal iş təzyiqi isə 3 bardır. Bu cür maqnitli filtrlər əsasən polipropilen və oksigen bariyeri olmayan istilik sistemlərində istifadəsi tövsiyə olunur. Əsasən də sizin sisteminiz radiatorlardan ibarətdirsə. Çünki radiatorlarda metal elementlər var, nasoslarda metal elementlər var və onlar çöküntü yaradır. Həmin çöküntü bu maqnitin daxilində saxlanılacaq və sistemə heç bir zərər verməyəcək.